Salam hər kəsə. Bugünkü fizika dərsimizdə molekulyar kinetik nəzəriyyənin düsturlarını qeyd edəcəm. Ardıcıl olaraq baxın buraya yazmışam nömrə 1. Birinci maddə miqdarı. Maddə miqdarı nö hərfi ilə işarə edir. Molekulların sayının Avogadro ədədinə olan nisbətidir. Yəni nö hərfi ilə işarə olunur. Nö bərabərdir m bölünə və yaxud da ki nö bərabərdir kiçik m bölünsün böyük m. Böyük m burada nədir? Molyar kütlədir. İkinci ise molekulların sayıdır ki n bərabərdir. Elə baxın maddə miqdarının düsturundan tapılır. Nö vurulsun n-a. Sonra nünün yerinə m bölünsün m düsturunu qoymaqla nö bərabərdir. Kiçik m vurulsun n-a böl molyar. Sonra nisbi molekulyar kütlə yəni mr vahidi yoxdur. Bir molekulun kütləsinin karbon atomunun 12'də birinə olan nisbətidir. Molekulun konsentrasiyası kiçik n hərfi ilə işarə olunur. Molekulların sayının həcmi olan nisbəti vahidi 1 bölü metr kubu və yaxud da ki metr üstünə yaza bilər, -3 yazıla bilər. Sonra sıxlıq rho bərabərdir nm 0'dır. N burada yenə konsentrasiya, m0 isə nədir? Molekulun kütləsi. Məsələn, qazın kütləsi üçün də m bərabərdir, m0 vurulsun, baxın n düsturu da gedir. Sonra molyar kütlə böyük m. Molyar kütlə bərabərdir m0 vur n-a. M bərabərdir kiçik m bölünsün nö. Nö yenə qeyd edirik maddə miqdarıdır. Molyar kütlənin vahidi kiloqram bölünsün mol olub. Maddənin nədir? Növündən asılıdır. Molekulun orta kinetik enerjisi YK bərabərdir. 2'də 3 nədir? KT'dir. Məsələn, burada maddə miqdarının gəl bura 8 yazaq. Nö bərabərdir m bölünsün NA düsturunda. Burada n'in yerinə biz məsələn konsentrasiya vurulsun. Həcmdə yaza bilərsiniz, bölünsün NA. Məsələn, buradan həcmi tapa bilərsiniz. Sonra digər düstur, məsələn, molyar kütlə üçün də baxın. Molyar kütlənin düsturunda m bərabərdir. Buradan deməli m bərabərdir. M bölünsün nö. M'in yerinə bura deməli rho vurulsun v yaza bilərik. Yəni rho vurulsun v bölünsün nö. Buradan məsələn deyə bilər ki, bizə qazın həcmini tap. Deməli, bugün mən sizinlə burada molekulyar kinetik nəzəriyyənin düsturlarını qeyd etdim. Buna yazıq birinci. Ardıcıl olaraq digər düsturlarda növbəti videoda qeyd edəcəm. Bugünlük bu qədər. Sağ olun.